Yolumuz Xocalının Ballıca kəndinədir. Bir zamanlar qarlı qış gecəsində ayaqyalın tərk edilən bu torpaq indi dirçəlişin ünvanıdır. O gün sükuta bürünən evlərin yerində bugün yenidən işıq yanır. Ballıca artıq ağrının yox, yaşamağın və qayıdışın hekayəsini danışır. Məcburi köçkün həyatımız həqiqətən çox ağrılı, acılı bir günlər yaşadıq. Çox şükür bugünkü günə Allah prezidentimizi qorusun, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mənim qardaşım da şəhid olubdu. Atam da 1-ci Qarabağ müharibəsinin iştirakçısı olubdu. Fəxrlə, qürurla, şərəflə geri qayıdan öyle 1-ci Qaçqınlar Komitəsinə müraciət edən ailələrdən biri biz olduq ki, biz qaydaq o torpaqlarımıza, öz vətənimizə qaydaq. Bu torpaqların hər bir metri, hər bir qarışı bizim üçün əzizdir, doğmadır. Burada bizim bu torpaqlarda bizim bu qədər şəhidlərin qanın bahasına başa gəlibdir ki, biz burada rahat yaşayırıq. Çox şükür bugünkü günə artıq Ballıcada həyat yenidən qayıdıb. Gənclər hamısı yavaş-yavaş işlə təmin olunur. Bütün lazımı şərait, infrastruktur, hər şey qaydasındadır. Çox şükür. Tarixdə çox şeylər olubdu. Biz o müharibənin hamısını gözümüzdən gördük orada. Çox faciəli şəkildə çıxdıq oradan. Bizim bura köçəndə biz bura həvəslə köçdük. Mənim yoldaşım dedi ki, Ballıca kəndlərin hamısının yaxşısıdır. Bura həvəslə gəldik, onun xoşu gəldiyi üçün. Biz çox əziyyətlər çəkdik. Başına deyim, danışanda istərsəmiz o qədər şeylər yada düşür ki, adam həyəcanlanır, bilmir hardan başlayır, hardan qutara. Şükür, çıxırsan çölə, hava qəşəng, təmiz, suyu təmiz, su həsrəti, ən çox maraqlı suyudur. İllərin həsrəti bu yurtda həyata, işığa və sabaha çevrilir. Xocalda həyat yenidən nəfəs alır. Torpaq öz sahibləri ilə dirçəlir. Bugün Xocalı sakinləri sadəcə qayıtmır, öz həyatlarını yenidən yazırlar.